İlahi kodlar sərvət açılımı duası, bərəkət, bolluq və halal axın üçün. Bolluq, ey Rəbbim, sərvətin də, ölçünün də sahibi olan Allah, bu anda niyyət edirəm. Mənim üçün yazılmış halal, xeyirli və daşıya biləcəyim sərvət ilahi kodları ilə açılsın. Qəlbimdə olan qorxu kodları sənin güvəninlə həll olsun. Zehnimdə olan yoxluq zənləri sənin bolluq hikmətinlə silinsin. Ey ruziləri bölən Rəbb, mən ruzini yaradan deyiləm, mən ruzini qarşılayan bəndəyəm. Mənim payıma düşən vaxtında asanlıqla və xeyirlə gəlsin. İlahi kodlarım aktivləşsin. Şükür kodu açılsın, əməl kodu yerində işləsin. Qəbul kodu axını saxlamasın. Etibar kodu qəlbimdə möhkəmlənsin. Ey hikmət sahibi, məni bolluqda azdırma, yoxluqda sıxma. Məni orta yolda sabit, şuurlu və razı saxla. Gələn sərvət məni səndən uzaqlaşdırmasın, əksinə sənə yaxınlaşdırsın. Məni böyütməsin, xidmətimi genişləndirsin. Bu anda qəbul edirəm. Bolluq səndəndir, axın səndəndir, nizam səndəndir. Mənim üzərimdə olan ruzi qapıları sənin izninlə açılır, sənin ölçünlə axır, sənin adınla qorunur. Şükürlər olsun verilənə, şükürlər olsun verilən qədərinə, şükürlər olsun verilən vaxta. Sən Rəbbimsən, mən sənin bəndənəm. Bu yetər. Amin.